Bu plyonka oradan çıxardan sonra rəngsaza ehtiyac olmur. Siz plyonka çəkdirin eyni avtomobilin rəngində. Həm qorusun, həm də avtomobilin rəngi daha qəşəng, aydın görsənsin. İstəyirik burada cızılmağını test eləyək ki, cızılmağına qarşı nə qədər qüvvətlidir, nə qədər dözümlüdür. Yəni, mən öz telefonumda risk eləyə bilərəm. Bizə lazımdır ki, bunun nə qədər dözümlü, nə qədər maşını cızılmadan qoruyacağı məlumatı müştərilərimizdə olsun. Biz bu ilə indi hal-hazır test eləyəcəyik. Yəni, maksimum dərəcədə bax, güc sərf eləyirəm. O cızıqlar düşür, görürsünüz elə. Bəli, görsənir mi? Mən bunu da cızacağım. Düzdür, anti-udardır, telefonuma zədə vurmuram. Gördünüz, artıq qırıldı. Bu cızıldı artıq. Yəni, həmin naqruskanı burada verirəm, həmin təzyiqi burada verirəm. Burada artıq mənim telefonum qırılır və yaxud da belə bir şey. Burada vururam, orada heç nə olmur, amma buna vuranda qırıldı artıq, bəli. Artıq qırıldı. İndi bura görək. Biz plyonkanı çıxardanda orada yoxdur. Bu çat əvvəldən var idi. O var idi, amma görürsünüz, udarlara qarşı da güclü oldu, cızılmalara qarşı da güclü oldu. Hamısı qaldı plyonkanın üstündə. Gördüyünüz cızıqlar, hamısı qaldı plyonkanın üstündə. Təzədən rəngsaz onu bərpa etməlidir. Yəni, bu polirovka olmalı filan. Yəni, bu period çəkir 3 gün. Amma plyonkanı biz 2 saata həmin o cızılmış plyonkanı sökürük, təzədən yenisi ilə əvəz edə bilirik.